fikir verin, sizə integralın cavabını verib. Biz dedik ki, integralımız sahinin eyni deyil. Aşağıda yerləşəndə mənfidir, yuxarıda yerləşəndə özüdür. Və bu ikisinin cavabının cəmi integralın cavabını verir. İndi buradan S2-miz nəyə bərabər olacaq? S1 çıx 17 bölü 3. Bəs S1-imiz nədir? Aydındır? Tez dedimsə deyin, ha. Və bu aşağıda yerləşən integralda mənfidir, yuxarıda yerləşən özüdür. Və bu ikisinin sahələri cəmi yox. Buradan bura integralı. Bax, 0-dan 4-ə integralında cavabın özü verib. Bu mənə görürsünüz ki, bunları toplayıb integrala bərabər eləmişəm. Anladıq mı? Bəli.